Salam, hər vaxtınız xeyir olsun dəyərli dostlar, gözəl insanlar. Deməli, mənə şərhlərdə baxıram ki, yazırsınız ki, üzdəki ləkələri necə təmizləmək olar. Bu arada bayramınız mübarək olsun, Qurban bayramınız. Hər birinizin Qurban bayramını təbrik edirəm. Neçə gözəl illərə çıxasınız. İnşallah ailənizlə, sevdiklərinizlə bərabər. Deməli, sizə çox gözəl, mükəmməl bir üz təmizləyici. İstər kimin hamiləlik ləkəsi varsa, kimin üzündə ləkə varsa, kimin çilləri varsa, tünd ləkələri varsa, akneləri varsa, sızanaqların izləri varsa, onların diqqətinə. Deməli, nə eləyəcəksiniz? Bildiyimiz ən ucuz aptekdən götürürsünüz salisil turşusu. Bax, bu cürdə yazılır. Salisilovaya kislata. Yəni, alırsınız. Bir dənə də sink mazı. Qiyməti neçədir? 1 manat 20 qəpik. Bir dənə də sink mazı alırsınız. Nə eləyəcəksiniz? Bunları 10 gün. Deməli, pambığı batırırsınız, salisil turşusuna. Öncə yalnız axşamlar edəcəksiniz. Salisil turşusuna batırırsınız, çəkirsiniz üzünüzə, gözaltını gözləmək şərti ilə. Çəkirsiniz üzünüzə, bir 10 dəqiqədən sonra sink mazını çəkirsiniz üzünüzə. Bunu yaxşıca üzünüzə çəkdikdən sonra gözləyirsiniz. Sonra da məsələn axşam vaxtı da yata bilərsiniz. Biraz üzünüzə hopduqdan sonra yata bilərsiniz. Bunu 10 gün eləyəcəksiniz. Üzünüz olacaq tərtəmiz. Körpə üzü kimi. Çox qəşəng. Ləkələriniz də təmizlənib gedəcək. Çox qəşəng bir üsuldur. Bax, ucuzdur. 1 manat 20 qəpik buna vermişəm. Təxminən də maksimum 1 manat da buna vermişəm. 2 manat 20 qəpik. Əslində bu cür dəri ləkələrini açan, dəri tonlarını bərabərləşdirən, ləkələri aparan, çilləri ağardan maskalar bu dəqiqə, kremlər bu dəqiqə Azərbaycanda yüksək qiymətə satılır. Amma maksimum 2 manat 20 qəpiyə siz öz gözəlliyinizi, dərinizin sağlamlığını, dərinizin bir tonluluğunu qazana bilərsiniz. Burada da onu deyim ki, dostlar, sizin hər birinizdən xahiş edirəm, mənə baxırsınız, ancaq abunə olmursunuz, məni follow edin zəhmət olmasa, bir də videonu bəyənin və də şərh yazın. Əgər ki, siz istifadə etmişsiniz və yaxud da hansı üz dəri ləkələriniz var, mən sizə geri dönüş eləyəcəm. Kim də sizin ətrafınızdan bu cür üzlərindəki ləkə varsa, ağartmaq istəyirlərsə, zəhmət olmasa onlarla paylaşın ki, video kəşfətə düşsün. Bu qədər. Sağ olun, salamat qalın.